Mən özüm uzun illərdir, tam 18 ildir peşəkar, professional səviyyədə bu peşə ilə, bu sahə ilə məşğulam. Amma 20 il öncə başlamışam. Qeyd edeyim ki, bu elektrik sahəsində də inşaatda, memarlıq, dizayn, telekommunikasiya və əsasən də elektrik təchizat sahəsində ali və peşə təhsili almışam. Tam 7 illik nəzəri biliklər, 18 illik də peşəkar təcrübə. Mən bir çox yerlərdə zavod, fabrik, tikinti sahələri, klinikalar, market, şəxsi evlərdə, bir çox yerlərdə çox işlər görmüşəm. Hətta tikinti sahələrində yarım qapalı stansiyalarda, transformatorlara qədər, zavodlarda, sexlərdə, fabriklərdə CNC robot aparatlar, driverlər, bir çox avadanlıqların nəzarətçisi olmuşam. Mühəndisəm, elektrik mühəndisi, nəzarətçi, elektrik, həm inşaat mühəndisi, bir çox işlərdə işləmişəm bu sahədə. Yetərincə geniş nəzəri biliklərim də var, uzun illərin təcrübəsi də var. Belə bir kanal açmağım və videolar çəkməyimdə məqsədim ətrafımıza, çevrəmizə, cəmiyyətimizə, gənclərə, yeni başlayanlara, bu sahəyə maraq göstərən insanlara fayda vermək, fayda toxundurmaq üçün belə videolar çəkirəm. Çünki sosial platformalarda, əsasən YouTube platformasında, Azərbaycan segmentində bu formatda kanal və videolar demək olar ki, yox səviyyəsindədir. Mən cəmiyyətimizə maarifləndirici öz sahəmdə biliklər verirəm ki, sadəcə məsələn mənzildə bir ədəd nəysə elektrik açarı yaxud da elektrik ötürücü taxız, rozetka və s. xarab olanda özləri onu dəyişmək rahat olsun, asan olsun. Çünki bir ədəd nəyəsə xarab olanda usta çağırmaq olmur, yaxud da çağırında gəlmirlər, vaxtları olmur. Yəni həm ustalar üçün, həm də müştərilər üçün, ev sahibləri üçün də rahat olacaq. Eyni zamanda yeni başlayan dostlar da, maraqlananlar var, sual verənlər var. Bu çox gözəl peşədir. Elektriki mükəmməl öyrənmək lazımdır. İlk öncə təhlükəsizlik diqqət yetirmək lazımdır. Yeni başlayırsınızsa, yoxlayıcı, fazer göstərici, közərmə lampalı yaxud da distasionlu göstəriciniz olmalı. Yəni indikator bildiyiniz ki, indikatorunuz olmalıdır, yoxlamalısınız, əlcəklə işləməlisiniz. Mən də video çəkirəm. Mən bu işin peşəkarıyam deyə sönlü vəziyyətdə bu quraşdırmışam deyə əlcək taxmıram. Amma adətən işləyərkən hər zaman əlcək taxıram. Ayağımın altının nəm olmadığına diqqət yetirirəm. Ayağınızın altı nəm olmamalıdır, yerinə təmasda olmamalısınız. Çünki cəryan insan vücudundan keçib dövriyyəsini, yer qabığı vasitəsilə dövriyyəsini tamamlamağa çalışar. Təhlükəsizliyinizi yüksək səviyyədə birinci diqqətə alın. Əlləriniz nəm olmasın əlcəklə. Ayağınızda rezin çəkələk olmalıdır, yerlə təmasda olmamalısınız. Elektrik işi ilə məşğul olarkən bu təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmaq lazımdır. Əl açıq fazaya məsuliyyətsizlik edib toxunmaq olmaz. Onları bir-birinə vurub korotki, qısa qapanma yaratmaq olmaz və s. Yəni diqqətli olub, diqqətlə bu işin prinsipini bilməlisən. Faza nədir, nol nədir? Ümumiyyətlə elektrikə başlayarkən çalışın nəzəri bilikləriniz də olsun. Bu işin prinsipi nədən ibarət? Burada naqillər nə rol oynayır, onların ən kəskin sahəsi necə hesablanır? Avtomatların o elektrik mühafizə açarlarını, şitə qoyduğumuz avtomatların amperajları elektrik işlədicilərə görə, cihazlara görə necə hesablanır, məsafə necə nəzərə alınır? Ümumiyyətlə elektrik bu işi, məqsədi bu işi öyrənib, bu işi işləyib, bu peşə ilə məşğul olub vəsait qazanmaq, çörək qazanmaqdırsa, bu işdən fikir məqsədi bu işdirsə, qazanc məqsədi ilə həm də buna hörmətlə, sevgi ilə yanaşırsa, onun nəzəri biliklərini öyrənməlidir, əldə eləməlidir. Gərginlik nə deməkdir? Hansı hərflərlə, işarələrlə simvol olunur? Simvolları nədir? Necə hesablanır gərginlik? Müqavimət, cərəyan, cəryan şiddəti, müqavimət, gərginlik, faza əslində nə deməkdir? Sonra dəyişən cəryan nə deməkdir? Tezlik nədir? Kilovat necə hesablanır? Kilovat, yəni nisbəti düsturları var, hesabatlar var. Məsafəyə görə kabelin təyin olunması ən kəsiyi, güc, müqavimət, gərginlik və cəryan şiddəti. Bu 4 əsas elementi elektrik bilməlidir. Mənzilin kabelləşməsini edərkən
mənzilə bir elektrik sistemi quracaq. Bu sistem qurmazdan öncə hesabat çıxartmalıdır. Məsafələrə görə qoyacağı şitdən, yəni elektrik panosundan elektrik cihazlarına ora qədər olan məsafələri ölçməlidir. Müqavimət nəzərə alınmalıdır. Naqillərin trayektoriyasını fikirlər hesablamalıdır. Kabellərin en kəsinliyi təyin etməlidir. Avtomatların amperajını təyin etməlidir. Bütün bunların hesablama düsturları var. Təcrübə əsasları var. Yəni işləyərək təcrübə əsasında ortaya çıxır ki, necə hesablayacaqsan, hansı məqamlar ortaya çıxır. Buna həm təcrübə toplamaq, həm nəzəri bilikləri əldə etmək üçün diqqətli və hörmətlə yanaşmaq lazım. Mən ilk öncə bu kanalım təzədir və o videoları da təzə-təzə çəkirəm. Mən hələ ki sadə formatda videolar çəkirəm. Bəziləri girib videoların altında lağlağı yazırlar, gülüş atırlar. Bunu sıradan bir şey kimi, aşağılamaq kimi bir yazılar, şərhlər yazırlar. Təbii ki, onlara mən fikir vermirəm. Onlar mənim haqqımda heç nə bilmir, məni tanımır. Ön yarğı ilə davranan məni sıradan biri bilirlər. Amma mən 20 ilin mühəndisiyəm. Mən artıq 20 il öncə bu sahəyə başlamışam. Sahədə texniki ali təhsil, peşə təhsili, uzun illərin təcrübəsi. Mən indi mürəkkəb videolar çəkə bilmirəm, çünki hələ yeni başlamışam deyə. Yeni başlayanlar üçün sadə formatda videolar çəkməliyəm ki, onlara izah etməliyəm ki, onlar başlanğıcda nələr işlənir, hansı işlər görülür, onları öyrənsin. Sonra isə davamında inşallah getdikcə yeni mürəkkəb, daha da mürəkkəb, daha da üstün təkmil işlər, təkmilləşmiş şeylərdən videolar çəkəcəm. Kitlərin yığılması, relələrin quraşdırılması, hesabatların aparılması, onlar haqqında da videolar çəkəcəm. Kanalıma abunə olun, zəhmət olmasa. Abunə sayını artırın. Kanalı böyüdün, sizdən asılıdır. Mən reklam məqsədindən bu işi görmürəm, çəkmirəm. Yəni sizə fayda vermək üçün, öyrənmək istəyənlərə, maraqlanan, həm də bu işə yeni başlayanlar üçün videolar, maarifləndirmə məqsədlə çəkirəm. Kanalı böyüdün, abunə olun, abunə sayını artırın, bəyənmələri atın, şərh bildirin, mədəni şəkildə şərhlərinizi, iradlarınızı bildirin. Öncədən sizə təşəkkür edirəm. İzləmədə qalın.